dinləyicilər, gününüz xeyir. Bugün Gələcəyin İşığı FM-in canlı efirində sizə xüsusi bir buraxılışla müraciət edirəm. Mən məktəbimizin 8A sinif şagirdi Milana Ağayeva sizi salamlayıram və ümidvaram ki, bu saatlarda sizinlə birlikdə olduğunuz bu efir həm məlumatlandırıcı, həm də ilham verici olacaq. Bugünkü verilişimizdə biz 29 dekabr Asma xidmət işçilərinin Peşə Bayramı gününü qeyd edəcəyik. Bugünün əhəmiyyəti və işçilərin ölkəmizin inkişafındakı rolu haqqında dərin, əhatəli və canlı məlumatları sizə təqdim edəcəyəm. Əvvəlcə qeyd edim ki, Asma xidmət Azərbaycan Respublikasında vətəndaşlara dövlət xidmətlərinin çevik və şəffaf şəkildə göstərilməsi istiqamətində yaradılmış xüsusi bir sistemdir. 2006-cı ildən etibarən bu sistem ölkəmizdə dövlət xidmətlərinin müasir texnologiyalar əsasında təşkil olunmasına və vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xidmət edir. 29 dekabr tarixi isə Asma xidmət işçilərinin Peşə Bayramı günü kimi qeyd edilir və bugün həm onların zəhmətinə, həm də cəmiyyət üçün yaratdıqları dəyərə həsr olunur. Asma xidmət işçilərinin fəaliyyətinə nəzər saldıqda, onların təqdim etdiyi xidmətlərin çoxşaxəliliyi diqqət çəkir. Bu mərkəzlərdə vətəndaşlar pasport, qeydiyyat, sosial təminat, şəhadətnamələr, notariat xidmətləri, biznes qeydiyyatı və digər yüzlərlə xidmətləri bir mərkəzdən əldə edə bilirlər. Statistik göstəricilərə görə, yalnız 2024-cü ildə Asma xidmət mərkəzlərində 15 milyondan artıq müraciət qeydə alınıb və bunun 98%-i vətəndaş məmnuniyyəti ilə nəticələnib. Bu rəqəmlər göstərir ki, hər bir işçi dövlət və vətəndaş arasında etibarlı köprü rolunu oynayır. Həmçinin qeyd etmək lazımdır ki, Asma xidmət işçilərinin peşə fəaliyyətində müasir texnologiyalardan istifadənin rolu böyükdür. Elektron imza, onlayn qeydiyyat sistemləri, interaktiv müraciət platformaları kimi yenilikçi texnologiyalar işçilərin fəaliyyətini daha çevik və effektiv edir. Bu isə birbaşa vətəndaş məmnuniyyətinin yüksəlməsinə, xidmətdə şəffaflığın təmin olunmasına xidmət edir. Statistik analizlər göstərir ki, rəqəmsal xidmətlərin tətbiqi ilə vətəndaşların məmnuniyyət səviyyəsi 20%-dən çox artıb. Dəyərli dinləyicilər, gəlin biraz da Asma xidmət işçilərinin gündəlik fəaliyyətinin həyatımızda təsirindən danışaq. Hər bir vətəndaş dövlət xidmətinə müraciət edərkən rahat, sürətli və etibarlı xidmət alır. Bu, onların peşəkarlığı və səmərəliliyi sayəsində mümkün olur. Onların fəaliyyəti yalnız kağız üzərində iş görmək deyil, həm də vətəndaşların sosial təhlükəsizliyinin, hüquqlarının qorunmasının təmin edilməsidir. Bu baxımdan hər bir işçi cəmiyyətin rifahına töhfə verən bir şəxs kimi qiymətləndirilir. Qeyd edək ki, Asma xidmət işçilərinin Peşə Bayramı həm də gənclər üçün ilham mənbəyidir. Bu peşə nümunəsi göstərir ki, vətəndaş məmnuniyyəti və dövlət xidmətlərinin yüksək səviyyədə təşkili birgə əmək və fədakarlıq tələb edir. Hər bir gənc bu sahədə fəaliyyət göstərərək cəmiyyət üçün dəyər yarada, dövlətimizin inkişafına töhfə verə bilər. Hörmətli dinləyicilər, gəlin bir anlığa gözünüzün qabağına gətirək. Bir vətəndaşın dövlət xidmətinə müraciət etməsi və bu prosesin rahat, sürətli və səmərəli şəkildə başa çatması hansı dərəcədə əhəmiyyətlidir? Bu, yalnız kağız üzərində həyata keçirilən prosedur deyil. Eyni zamanda, vətəndaşın gündəlik həyatının asanlaşdırılması, sosial rifahının təmin olunmasıdır. Və bu prosesin müvəffəqiyyətlə həyata keçirilməsi, əlbəttə ki, Asma xidmət işçilərinin səyləri nəticəsində mümkün olur. Dəyərli dinləyicilər, bugün biz yalnız Asma xidmət işçilərinin peşəsini qeyd etmirik. Biz həm də onların fəaliyyətinin cəmiyyət üçün yaratdığı dəyəri qeyd edirik. Onların fədakar işləri dövlət və vətəndaş arasında etimad köprüsünü möhkəmləndirir, şəffaflığı təmin edir və hər birimizin həyatını daha rahat və rahat yaşanılır edir. Məhz bu səbəbdən 29 dekabr günü Asma xidmət işçilərinin Peşə Bayramı kimi qeyd olunması təsadüfi deyil. Bugün həm onların zəhmətinə hörmətin, həm də göstərdikləri xidmətin təqdir olunmasının rəmzidir. Biz hər bir işçiyə minnətdarlığımızı bildirir, onların fədakarlığını yüksək qiymətləndiririk. Dostlar, gəlin bunu da unutmayaq ki,
Asan xidmət işçilərinin fəaliyyətinin uğuru yalnız prosedurların düzgün icrasından ibarət deyil. Onların hər bir əməliyyat, hər bir müraciət vətəndaşın hüquqlarına hörmət edir. Etik davranış və məsuliyyət nümunəsi olmalıdır. Bu baxımdan onların peşəkarlığı, diqqəti və səmərəliliyi dövlət xidmətlərinin keyfiyyətini birbaşa müəyyən edir. Əziz dinləyicilər, beləliklə, bugünkü verilişimizin sonunda bir daha qeyd etmək istəyirəm ki, asan xidmət işçilərinin fəaliyyəti ölkəmizin inkişafı, vətəndaş məmnuniyyəti və sosial ədalətin təmin olunması baxımından əvəzsizdir. Onların peşə bacarığı münasibəti ilə hər birini ürəkdən təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıram. Mən Bilalə Ağayeva, Gələcəyin İşığı FM-in buraxılışında sizinlə birlikdə olmağımdan böyük məmnunluq duyuram. Bir daha salamlayıram. Ümid edirəm ki, bu saatlarda təqdim etdiyimiz məlumatlar həm maarifləndirici, həm də ilham verici oldu. Hər dinləyicimizə can sağlığı, xoşbəxtlik və uğurlar arzulayıram. Növbəti efirimizdə yenidən görüşənədək. Əziz dostlar, sağ olun.